Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində 27.05-in qurğundan Paştova getdikdə təxminən 500 metr sonra, yəni yolun sol hissəsində deməli təkər təmiri mağazini var, eyni zamanda sexi var. Mənə elə gəlir ki, orada mağazin də olmalıdır. Bax, həmin mərkəzi yol indi mən sizə görməlisiniz. Bax, maşın keçdi. Həmin mərkəzi yoldan bax bu torpaq sahəsinə qədər olan məsafə 100-120 metrdir. Yəni sola döndükdən sonra ikinci küçədir. Sol tərəfə küçəyə döndükdən sonra sol tərəfdə deməli ikinci yerdir. 4 sotdur mənə deyilənə görə, sənədi sərəncamdır. Arxiv arayışı var. Qiymətin 13.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura bax birinci torpaq sahəsidir. Yəni dediyim kimi sola döndükdən sonra bax bu qarşıda gördüyünüz yarım tikilidir. Qiyməti 13.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Torpaq yarım tikilinin arxa hissəsində bax hal-hazırda görürsünüz çoxlu sayda yaşayış var. İndi isə bax bu ərazidə hal-hazırda vəziyyət belədir. Bax necə görürsünüz? Bax bu bakı görürsünüz. Bakın çatmamış sola döndükdən sonra ikinci torpaq sahəsidir. Qiymətin 13.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən torpaq sahəsinin yarım tikilinin ərazisini sizə göstərirəm. Bax belə, sizlərə uğurlar.